Üçüncü Qədr gecəsi ərəfəsində 3 məsələni diqqətə çatdırıram. Həlledici gecədə bu gecə. Hazırlaşaq indidən. Çox mühüm gecədir. Ən həlledici gecədir. 3 məsələyə diqqət edək. Özümüzdən gözləntimizi artıraq. Dinimizdən təmənnamızı artıraq. Bir də Allahdan. Özümüz, dinimiz, Rəbbimiz, Allahımız. Özümüzdən gözləntimizi artıraq bu mənada ki, Allah üçün çox dəyərliyəm mən. Mən ola bilər günahkaram, hər nəyəm, amma Allah mənə yenə də dəyər verir. Demək, o mənim hünərimdə Allahın ağalığıdır, böylüdür. Bir də ki, bu din mənim əynimə biçilib və bu din mənə çox yerə çatdıra bilər. Bir də ki, Allahın qüdrətinə, rəhmətinə inanmaq. Biz dua eləyə bilərik bu Ramazan ayında. Allah bizi bu ümmətin ən təqvalılarından qərar verər. Bir dənə sual vereyim, qurban olun. Bir dənə sual verim və cavab verim, görün nə maraqlı bir sualdır və maraqlı cavab. İmam Zaman bu ayda ibadət eləyir, 12-ci imam. Bizim aramızda olan imamdır da 12-ci imam, ona görə o misal çəkirəm. İmam Zaman ibadət eləyir bu ayda. Ramazan ayı daxil olandan axırına qədər. Allah ona nə qədər xeyir nazil eləyir bu ayda? Çox. Allahın hüccətidir, Allah ibadət eləyir. Ramazan ayından bəhrəsi nə qədərdir? Allah bilir, nə qədər çoxdur. Bayram namazının qunutundakı duaya baxın. Udxiləni fi kulli xeyrin ədxəltə fihi Muhammədən və alə Muhamməd. Deyir ki, məni Peyğəmbər və Əhl-i Beyt, yəni İmam Zamana verdiyim bütün xeyirləri mənə də verir. Görsən, hara gedib çıxırsan sən orucun nəticəsində. Doqquz dənə qunutda təkrar bunu deyirsən, 5 dənəsi birinci rikətdə, 4 dənəsi ikincidə. Təkrar deyirsən ki, Peyğəmbər və Əhl-i Beytinə nə vermisənsə mənə də onu ver. Gör, adam hara gedib çata bilir. Oruz görün, neyniyə bilir insan ruhunda. Bu duanı elə belə nəql ediblər. Bu duanı nəql ediblər, biz onu oxuyuruq da, yəni icazə veriblər Ramazan ayında, bayramda bu duanı oxuyaq. Yəni bayrama qədər elə ruhiyyəyə sahib olaq ki, bunu istəyə bilək Allahdan. Deməli, bu mümkündür. Məqam cəhətdən onlara çatmaq yox. Bax, onu Ustad Fatimi Niyanın kitabında mən görmüşəm. Müqayisə edir ki, o xeyri, deyir ki, hər bir insan tutumu qədər həmin o xeyirdən götürə bilər. Tutumu artır, yəni onlara nazil olan sənə də nazil olsun. Sən sadəcə onlar qədər də olmasa maksimum götürə bilərsən. O feyizdən, o rəhmətdən. Tudxiləni fi kulli xeyrin. Səhərdən deyirəm ki, sözü düz demədim. Tudxiləni fi kulli xeyrin. Peyğəmbər və Əhl-i Beytinin nazil elədiyim, onlara nazil elədiyim bütün xeyirləri mənə də nazil elə. Bunu istəyə bilək. Biz inanmırıq ki, belə ola bilər. Allah deyir ki, belə istəyim məndən. Bu ayrı gündə, hər gün bunu eləmək olmur. 30 gün orucdan sonra sən təmənnavu ora qaldır ki, bunu istəyə biləsən. Bayram namazının qunutunda izin verilib sənə. Sən gör, nə boyda ruhiyyədə olmalısan ki, bunu Allahdan istəyəsən. Biz qulaq asmırıq bu sözlərə. Zarafatça dillədiyi bir nəfərə Leyli Məcnundan danışdı bir adam. Söhbəti qutarandan sonra, 1 saat danışandan sonra dedi, Leyli kişidir ya qadın. Demək, bu heç qulaq asmırmış. Mənim həyatımda olub bir nəfərlə, bir 20 dəqiqə danışdım, Həzrət Əli Muaviyyə, o belə dedi, bu elə dedi. Mən sual vermiş danışırdım, çox həvəsim yoxdur Muaviyyədən danışmağa. O soruşdu, mən də danışdım, bir 15-20 dəqiqədən sonra danışandan sonra belə dedi, Muaviyyə nədir axırda?
Elə bir keçsin də od qoydu da, yəni 20 dəqiqədir mən danışıram, bu hələ bilmir Muaviyə adam adıdır ya əşya adıdır ya nədir, bilmir. Başa düşmədim. Deyim, o nə deməkdir yəni? Bizim də eşidirik, qulaq asmırıq. Fikirləşmirik, dinləmək istəmirik. Çox asandır. Səhər durmuşsan, paltar giyinirsən, niyyət elə ibadət yazılsın. Dişiyi yuyacaqsan da, onsuz da hamı dişini yuyur. Kafir də, mömin də. Dişiyi yuyacaqsan, ay Allah, sən xoşun gəlir təmizkar olmaqdan, sənə görə yuyuram, yazsın sənə ibadət. Yemək yiyirsən ki, ilahi, sən xoşlayırsan ki, mən filan saatda yeməyimi yiyeyim, canıma baxım, mən də yiyirəm. Yeməyivə ibadət yazsın. Eybi yoxdur, biraz da məsələn, ürəyində istəyir axı dadlı yeməkdir, eybi yoxdur. Sən bu niyyəti elə. Deyirən ki, özümü aldatmaq olur, eybi yoxdur. Heç kəs aldatmırsan. Deyirən, Allahı yadva sal. Evdən çıxırsan, işə gedirsən, deyirən, ilahi, sən xoşlayırsan işləyim mən. Evdə oturmayın bekar. Mən işim, hər nə işdə işləyirsənsə. Çıx get. Bu qədər sənin üçün şans var, imkan var. Deyir, alnından tər axsa işləyən də bir adamın bağışlanır. İşləyir, alnından tər axır, bağışlanır. Da bilmir necə bağışlasın. Bir daşı deyir kim yolda gedirsən, bir yerə daş görün. Kim götürsə deyir yolda cəmaatın ayağının altından. Vəcəbət ləhul cənnə. Cənnət ona vacib olur. Biz niyə biz buna inanmırıq? Ona görə ki, təsəvvürümüz yanlışdır Allah haqqında, din haqqında. Necə yəni, bir dənə daş. Necə yəni deyəndə ki, bu səni sevirdə, bala, ana balasına necə rəhimlidir? Ondan 100 qat artıq rəhimlidir Allah. Belə istəyir ki, sənə bir bəhanə ilə çəksin aparsın da ora. Bu gecə müqəddərat təyin olunur. Son nöqtə qoyulacaq. Axır düzdür, 10 gündən asılıdır, amma bu gecə həll edici gecədir. Nəyə əsasən bizə müqəddərat təyin olunacaq? Bir illik taley bizim özümüzün yanaşmalarımız və baxışlarımız əsasında olacaq. Allah qəlblərimizə baxacaq. Hamımız himmətimizi qaldıraq. Deməyək, ruhanilər belə ki, bir alim deyir ki, Allame Əskəriyə dedim ki, ruhanilər dedim, o nə sözdür? Ruhani sözü bizim məktəbimizdə, dinimizdə yoxdur. Xristiyanlıqdan keçib bizə. İnsanların qalanları bəyəm cismanidir, hamı ruhanidir. Bütün insanlar ruhanidir. Cismani, ruhani bölgüsü yoxdur. Xristiyanlıqda deyək ki, bunlar cismani adamlar, bu keşişlər ruhanidir. Deyir, ruhanin düzdür, bir termin kimi işlədə bilərik, amma mahiyyətcə bu bölgüsü yanlış bölgüdür. Yanlış bölgüdür. Şəhid Mütəhhəri də yazır bu haqda kitabında. Ki, bu düz bölgü deyil. Dinən din alimi. Din alimi. Molla deyərdilər qabaq, molla dolu adama deyirlər, çox savadlı adama. Molla bu söz idi. Çox savadlı adama deyərlər, molladır o. Molla Məhəmməd Füzuli, Molla Pənah Vaqif. Sonra ələ salmağa başladılar, molla, gəldi oldu ayıb bir söz. Ən savadlı adama deyərlərmiş, molladır filan kəs. Ən savadlı insana. Bu din hamıya, bu Quran hamıya nazil olur. Mühəndisə, həkimə, nə bilim mən, biznesmenə, hamıya. Hamı üçün də yol açıqdır. Hansısa xüsusi tip insanların dini deyil bu. Ariflər bu tipajda, bu tipdə olan qətiyyən belə şey yox. Bu din hansısa bir tip insan üçün deyil ki, desən, hə, bunlar üçündür da bu din. Yox, hamı üçündür. Yaradan bəndəyə göndərib. Və behcətlərin təkcə yolu deyil, həm də xəyyatların yoludur. Dərzilərin yoludur, dəmirçilərin yoludur, alimlərin yoludur, mühəndislərin yoludur, həkimlərin, hamının yoludur. Hamı o zirvələrə gedib qalxa bilir, hamı. O zirvələrə çıxa bilir, çıxa bilər.